The passage mətnə əsasən cümləni tamamlayın. The camel's hump. Dəvənin hürgücündə. Stores water yanlış ifadədir. Dinləmədə də deyilir ki, insanlar düşünür ki, o hürgücündə su saxlayır. Lakin bu belə deyil. Ərzaq saxlayır. 2. Doğrudur. Makes the camel famous. Bu tamamilə yanlış bir ifadədir. 3. Yanlışdır. Protects it from the sun. Doğru ifadə idi. Düzgün cavab D variantı. Mətnə əsasən sualı cavablayın. Why is camel's milk considered healthier than cow's milk? Nəyə görə dəvənin südü inəyin südündən daha sağlam hesab olunur? Çünki onun tərkibində daha az yağ var və daha çox vitamin və minerallar mövcuddur. Doğru cavab B variantı. Mətin nə haqqındadır? Mətin dəvələrin səhralarda, səhra mühitində sağ qalmaq üçün necə adaptasiya olmasından danışılır. Düzgün cavab B variantı. İfadələrin doğru və ya yanlış olduğunu müəyyənləşdirin. The camel stores fat on its hump which can be converted into energy. Bu doğruydu. Birinci sualda da gördük. Camels can survive without water for a short time only. Təbii ki, bu yanlışdır. Sadəcə qısa bir müddət sağ qala bilməzlər. Uzun bir müddət onlar həyatda qala bilərlər. The Bactrian camel has one hump. Bu da yanlışdır. 2 humps olmalıydı. In the past, camels were used in deserts to carry supplies during wars. Müharibə zamanı, keçmiş zamanlarda dəvələrdən təchizatları daşımaq üçün istifadə olunurdu. Bu doğru ifadədir. Qısa mətni oxuyun və 5 nömrəli sualı cavablandırın. Mətnə əsasən doğru fikir müəyyənləşdirin. The class will meet at the museum at 8:45 a.m. Bu yanlışdır çünki bütün sinifdən yox, Alex ilə Mia'nın görüşü 8:45-də olmalıdır. C variantda deyilir ki, the trip is this Friday, lakin cümlənin əvvəlində next Friday olduğu bildirilib. Mia mentions that the space exhibit might be boring, lakin məktubu yazan zaman o bildirir ki, it is going to be really interesting. Yəni yanlış ifadədir. Y variantında Alex is required to bring friends to the trip. Xeyr, sadəcə öz qəlyanaltısını və bir dəftər gətirməsi tələb olunur. Dostlarına deyil. Doğru cavab B variantıdır. Alex should bring a notebook, bir dəftər və muzey səyahəti üçün qəlyanaltısını gətirməlidir. Mətnə əsasən doğru fikir hansıdır? A variantında deyir ki, match begins at 5:45. Lakin mətndə qeyd edilir ki, 6:30-da başlayır oyun, 5:45-də isə stadionun qapısında görüşmək tələb edir. Ona görə də A variantı yanlışdır. C variantında deyilir ki, the game is between Eagles United and City Strikes next Sunday. Lakin mətndə qeyd edilir ki, this Saturday. Buna görə də C variantı yanlışdır. D variantında Liam wants Jake to bring tickets for everyone. Lakin mətndə ticketsla bağlı heç bir şey verilməyib. Y variantı the match is near the National Stadium. Mətndə isə at the National Stadium olduğu deyilir. Yəni yaxınlığında yox, elə məhz National Stadiumun özündə olduğu göstərilir. Doğru cavab B variantıdır. Jake and Liam should meet before the match starts. Oyun başlamazdan qabaq görüşməlidirlər. Beləcə yaxşı yer tapa bilərlər və oyuna baxa bilərlər. Mətnə əsasən düzgün fikri göstərin. The hottest part of the day will be around 70 Fahrenheit. Lakin mətndə qeyd edilir ki, it is cooler. Yəni ən isti vaxtı deyil, daha sərin vaxtıdır. A variantı yanlışdır. B variantında deyir ki, Sanan should go for a walk in the afternoon when it's 90 Fahrenheit. Lakin burada qeyd edilir ki, it will be 90 Fahrenheit in the afternoon, which is really hot. Yəni ən isti vaxtdır. Biraz gözləməyini tövsiyə edir. D variantında deyilir ki, the forecast says it will be cold tomorrow. Əksinə havanın isti olacağından danışır. Leyla suggests wearing a coat in the afternoon. Hava isti olduğu üçün kurtka geyinməsində məsləhət görmür. Düzgün cavab C variantı. Mətni oxuyun və 8-12-ci sualları cavablandırın. Why are honeybees considered important? Nəyə görə bal arıları
önəmli hesab edilirlər. Çünki onlar ekosistemi əsaslanmasına, yəni önəm daşımasının bir hissəsidirlər, bir parçasıdırlar. Düzgün cavab B variantı. Mətin nə haqqındadır? Mətin bal arıları və onların ekosistemdəki rolundan, bunun insanlara necə təsir etməsindən danışılır. Bu da D variantında öz əksini tapır. Mətnə əsasən doğru fikirləri müəyyənləşdirin. Hani biz communicate through a vagal dance, bu doğru ifadə idi, mətndə verilmişdi. Worker bees lay eggs, xeyr, queen bees lay eggs. Buna görə də 2 yanlışdır. The queen's main role is to lay eggs, bu doğru ifadədir. Düzgün cavab 1-3. All bees in a colony collect nectar, xeyr, bütün arılar nektar toplamır, sadəcə worker bees toplayır. Düzgün cavab B variantı. Without bees, many crops and wild plants would struggle to survive because arılar olmadan bir çox taxıllar və vəhşi bitkilər həyatda qalmaqda çətinlik çəkərdilər. Çünki düzgün cavab B variantıdır. Pollen would not be transferred between flowers. Güllər arasında polenlərin daşınması mümkün olmazdı. Mətnə əsasən hansı fikirlər yanlışdır? A queen bee collects nectar. Xeyr, bu yanlış ifadə idi. A queen bee lays eggs düzgün fikirdir. Drone's main role is to protect the hive from intruders. Lakin bu yanlışdır. Mətndə də verilibdir ki, the drone's main purpose is to mate with the queen. Yəni 2 də yanlış ifadədir. 3-də some bees have a specific role in the hive. Bu doğrudur. Honey bee populations are declining due to human activities. Bu da doğru ifadə idi. Düzgün cavab 1-2. Düzgün variantı seçin. Which is the deepest lake in the world? Və təbii ki, gölün adı gəldiyi üçün ki, 3-cü tərəfdə də biz D artiklı verəcəyik. Doğru cavab A variantı. During the discussion, the students listened to. Müzakirə zamanı şagirdlər, tələbələr bir-birlərinə diqqətlə qulaq asdılar. Birinci tərəfdə each other və yaxud da one another verə bilərik. İkinci tərəfdə isə bir-birlərinin fikirlərinə hörmət etdilər. İkinci tərəfdə bizə yiyəlik hal lazımdır. İkinci tərəf yiyəlik hal A variantı. Yanlış fikri göstərin. Polis kökündən dəyişən, daha doğrusu həmişə cəmdə olan bir isimdir. Bunun yiyəlik halı apostrof S ilə düzəlməli idi. Bir yanlışdır. His friends, burada artıq friends cəmlənib, ikinci bir S-ə ehtiyac yoxdur. 2 yanlışdır. Və üçüncüdə yiyəlik hal hər zaman the child's toys are everywhere sona artırılır. Bu doğrudur. 3 olan variantları atırıq. These women's bags are very heavy. 4 də doğru ifadədir. Və 5-cidə apostrof S, yiyəlik hal sözün sonuna artırılmadığı üçün yanlışdır. Doğru cavab A variantı. B variantı isə yarımçıqdır. Düzgün variantı göstərin. A variantında article və glasses cəmdə işlənilib, yanlışdır. A few sayılan cəm isimlərlə işlənir, furniture sayılmır, 2 yanlışdır. A bar of soap doğrudur. A little sayılmayan isimlərlə işlənir, apples isə cəmlənib, yanlışdır. A few sayılan cəmlərlə işlənir, shirts cəmdədir, doğrudur. Düzgün cavab D variantı. Yanlış fikri göstərin. This is the most expensive present he has ever received. Doğru ifadədir. C variantında the most interesting person doğru ifadədir. D variantında more confident than doğru ifadədir və works harder than doğru ifadədir. Lakin B variantında verilən clearlier yanlışdır. Çünki clearly sözü müqayisə dərəcəsində more-la düzəlməli idi. Doğru cavab B variantı. Düzgün variantı göstərin. The school nurse is very, biz to be-dən sonra sifət işlətməliyik. Buna görə də birinci tərəfdə sifət olmayanları atırıq və very adi dərəcə göstəricisi olduğu üçün B variantı da yanlışdır. İkinci tərəfdə isə treats-dən söhbət gedir. She treats. İkinci tərəfdə bizə zərf lazımdır. Birinci tərəf sifət, ikinci tərəf zərf. Düzgün cavab Y variantı. Proof sözünün sinonimini istəyir. Proof sübut deməkdir. Doğru cavab B variantı. Cümləmizin əvvəli üçün bizə mübtəda xəbər yaratmaq lazımdır. Çünki bizə sifət verilib. There is, there ilə işlədə bilmərik. There is, there özündən sonra mübtəda tələb edir. Sifət isə tək başına mübtəda ola bilməz. Buna görə də birinci tərəfdə mütləq it is verəcəyik. It's obvious that
İkinci tərəfdə isə article verilib və biz başa düşürük ki, ikinci tərəfdə tək bir isim var. Mistake. Buna görə də ikinci tərəfdə dera verə bilmərik. Düzgün cavab B variantı. Verilmiş sözləri izahları ilə uyğunlaşdırmaq tələb olunur. Remedy A-ya uyğun gəlir. A substance, yəni çarə deməkdir. A substance or method for curing an illness. Doğrudur. To cause something or someone to develop gradually. Evolve təkamül etmək deməkdir. Buna görə də to cause something or someone to develop gradually zamanla inkişaf etməsi və convince inandırmaq, razı salmaq deməkdir. Buna da uyğun gələcək C, 1C, 2A, 3B. Düzgün cavab D variantı. He looked at his watch and realized that he. Cümlədə verilən öncəki feillərə görə biz başa düşürük ki, cümləmiz keçmiş zaman bağlantılıdır. Buna görə A variantı, D variantı yanlışdır. C variantında isə uzlaşma pozulub, buna görə yanlışdır. B və Y variantları qalır. Cümləmizin tərcüməsində deyilir ki, o saatına baxdı və başa düşdü ki, əgər tələsməsə hissəsinə biz sadə zaman verməliyik. Yəni didn't. He would be. Düzgün cavab B variantı. Gecikə bilərdi. Would be və didn't. Düzgün əvəzliyi seçin. Birinci tərəfdə assistant sözü verilib. Assistant sözünü biz her ilə əvəzləyəcəyik. Çünki tamamlıq rolundadır. Obyekt əvəzliyi lazımdır. İkinci tərəfdə isə instructions verilib. O da tamamlıq rolundadır və cəmdədir. Buna görə də D. Düzgün cavab D variantı. Sayılmayan isimlər cərgəsini göstərin. A variantında melon, B variantında fit cəmdədir, C variantında trousers, D variantında spectacles. Düzgün cavab Y variantı. Yanlış variantları göstərin. Many sayılan cəm isimlərlə işlənir. Burada isə information sayılmır. 1. Two bunches of grapes 2 doğrudur. 3 several sayılan cəm isimlərlə işlənir. Advice sayılmır. A lot of equipment isə doğru ifadədir. Düzgün cavab 1-3.